Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin. Siyyumel hucceh beqiyetillah fil aradin. Ruhi ve ervahul alemin li turab maqdamihil fida. Ve la'natullah ala a'daihim ecma'in. من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Keçən həftələrdən başladığımız təqva mövzusunda olan söhbətimizi davam edirik. İnsanın heç bir işi zikirsiz olmur. Yəni, insan heç bir işi zikirsiz görmür. Nə deməkdir bu? Zikrin mənası nədir? Zikir, yəni bizim hər an düşündüyümüz, nəyin fikrində olmağımız, bizim fikrimiz hər dəqiqə, hər an nəyin yanındadır? Biz nəyə önəm veririk? Nə bizim üçün əhəmiyyətlidir? Quran-ı Kərimdə zikir barədə xüsusi bir göstəriş var. O da nədən ibarətdir? Quranda zikrə hədd qoyulmayıb. Deyib ki, zikri çox eləyin, çox yad edin Allahı, çox zikr edin. Nə qədər çox olsa yaxşıdır. Məsələn, oruca hədd qoyulub, namaza hədd qoyulub, həccə hədd qoyulub, zikrə hədd qoyulmayıb. Ya eyyuhəllədinə amənü zkurullah zikran kəthirən və sabbihuhu bukrətən və əsila. Ey iman gətirənlər! Allahı çox yad eləyin, çox yad edin və gecə-gündüz ona təsbih deyin, onu vəsf eləyin. Yəni, yeganə əmrdir Quranda ki, nəhayətsiz deyiblər eləyin, hədsiz, nə qədər çox olsa bir o qədər yaxşıdır. Təqva nədir? Bu söhbətin təqva ilə nə əlaqəsi? Axı, mövzumuz təqvadır. Dedim ki, təqva daim diqqətli olmaqdır. Təqva daim qorunmaqdır. Təqva Allahla münasibəti daim qorumaqdır. Təqva daimi bir haldır. Yəni, hər an Allahla münasibətin qorunması, inkişaf etdirilməsidir təqva. Və bu təqva halı üçün bizim daimi zikrimiz nə olmalıdır? Biz hansı fikirlə Allahla münasibətimizi qorumalıyıq, inkişaf etdirməliyik? İnsan özü ilə hər gün, hər an təqva barədə danışmalıdır. Mən niyə Allahla əlaqəmi qorumalıyam? Nə üçündür? İlahi, mən istəyirəm hər an səninlə əlaqədə olum. Mən istəyirəm bir an mənlə sənin əlaqən kəsilməsin. Nə gözəl olar ki, mənlə sənin münasibətin qopmasın, qırılmasın. Hər an biz səndən əlaqədə olaq. İlahi, o anlar ki, qəflətə düşürəm, səninlə münasibətimi unuduram. Həmin o anlarım üçün öz mərhəmətinlə davran, məni qəflətdən ayır. Bu şəkildə insan münacat eləməlidir.
Niyə mən sənlə hər an münasibətə ehtiyaclıyam? Niyə mən hər dəqiqə, hər an səninlə ünsiyyətdə olmalıyam? Allaha deyirik bu sözü. Çünki mənim yeganə daim qala biləcək rabitəm səninlədir. Çünki mənim yeganə hər tərəfli əlaqəm səninlədir. Çünki mənim ən ləzzətli münasibətim səninlədir. Heç kimlə münasibət mənə zövq verə bilməz sənin qədər. İlahi, düzdür, mən səninlə münasibət qura bilməmişəm. Amma mən hiss edirəm ki, ləzzətli bir münasibətdir. Bunu anlayıram. Allahdan istəməliyik ki, hər an özü bizə bu istiqamətdə yol göstərsin. Necə qoruyaq Allahla münasibətimizi? Bax, bunu Allah idarə eləsin. Allahla bizim münasibətimiz ilk növbədə əməldə özünü göstərməlidir. Biz Allahla rabitəmizi əməllərimizlə qorumalıyıq. Əməldə qorumalıyıq. Bizim imanımız Allahla əlaqədə özünü göstərmirsə, bizim imanımız əməldə özünü göstərmirsə, bizim Allahla əlaqəmiz, rabitəmiz qurulmayacaq. İman nədir? Allahı qəbul elədim, ona iman gətirdim, bu etiqad məsələsidir. Bu iman özünü əməldə göstərməsə əgər, o zaman Allahla rabitə qurulmayacaq. İlahi, səndən istəyirik ki, sənlə əlaqəyə, ünsiyyətə adət eləyək. Hər an sənlə ünsiyyətdə olun. Mənim ən güclü ünsiyyətim səninlə olsun. Bizim dərdimiz budur, yoxsa başqa şeylərdir? Bizim fikrimiz, zikrimiz budur, yoxsa başqa şeylərdir? Bax, bu həyatın fundamental suallardır, mühüm məsələdir. Allahla münasibət haqda danışdıq keçən həftələrdə. Bu elə bir münasibətdir ki, daimidir. Daimi, hər saniyəni əhatə eləyir. Qırılmamalıdır bir an belə. Bu daimi prosesdir. Həmişə sən oynan, hər an onunla ünsiyyətdə olmalısın. Sənin yaradılış fəlsəfən budur. Sənin yaradılış fəlsəfən budur. Hər kim Allahla hər an əlaqəsini qorumağa çalışsa, Allah o ilə danışacaq. Allah o ilə söhbət açıb, belə deyim də, əməlli başlı söhbət eləyəcək. Amma necə söhbət eləyəcək? Peyğəmbərlərinə vəh göndərir, amma Allah hamı ilə vəhlə danışmır. Allah bəndələri ilə hamısı ilə danışar, amma vəhlə deyil bu. Necə danışır Allah bizlə? Biz Allahla münasibətimizi hər an qorumağa çalışsaq, Allah bizimlə necə danışacaq? Hər saniyə bir imtihanla bizdən gözləntiləri var. O gözləntilərini bizə çatdıracaq. Hər saniyə. Mən bunu keçmişdə çox demişəm. Deyirlər ki, imtihandayam indi. Səhv sözdür bu. İmtihandayam, imtihandayam. Həyatdasansa imtihandasan. Həyatın hansısa hissəsində imtihanda deyilsən. Deyim, mən indi imtihanda. İmtihan, yəni sən varsansa, hər bir hadisə imtihandır. Kiçik və böyük, hər bir hadisə imtihandır. Allah bizlə imtihanlar vasitəsilə danışır. Yəni, hadisələr dili ilə danışır. Hər bir hadisə bir gözləntidir bizdən. Hər bir hadisə. Biz hər saniyə bir hadisənin içindəyik. Və bizim başımıza gələn hadisələrin hər biri bizim içimizlə əlaqəlidir. Bizim daxilimizdən müstəqil deyil. Bunu mən istəyirəm bugün çatdıra bilim. Çox xahiş edirəm ki, bunun üzərində çox düşünək. Bu məsələləri heç olmasa beynimizdə həll eləyək. Hər bir hadisə, həyat hadisələrdən ibarətdə, hadisələr bir-birini əvəz eləyir. Hal-hazırda biz sizlə bir hadisənin içindəyik. Və hər saniyəmiz hadisədir, hər söz bir hadisədir. Və biz hadisələrlə əhatə olunmuşuq. Hadisələr bir-birini əvəz eləyir, həyat belə cəryan eləyir. Hər bir hadisə istisnasız deyir amma, istisnasız.
Hər bir hadisə Allahın bir gözləntisini bizə çatdırır. Hər an nəsə gözləntidədir Allah bizdən. Hər andan danışıram. Bax, bu anı başa düşmək mühümdür. Hər an. Bax, hal-hazırda ola bilsin, məsələndə indi misal olaraq deyirəm. Bu anda gözləntisi budur ki, sənin ürəyində olan həsəd ürəyindən çıxartsın. Hadisə necə gəlir qabağa? Bu həsədlə necə əlaqəlidir hadisə? Məsələn, belə bir hadisə çıxardır qabağa. Oturmuşsan bir yerdə, birini tərifləyirlər sənin yanında. Elə bilmə, bu təsadüfdür. Təsadüf deyil bu. Bu hadisə sənin içində hesablanıb. Bu mesaj çatdırır. Sənin içində narahatçılıq, həsəd varsa, paxıllıq varsa, narahatçılıq yaradır. Deməli, bu hadisə mənə mesaj verir ki, onu həll elə içində. Çünki o gəlir, həsədi təhrik eləyir, sən də başlayırsan ağız büzməyə, onlara görsən bir yaxşı adamdan danışırlar bir yerdə, biri, belə eləyir məsələn. Heç də deməsə də. Amma görsək ki, bu qıcıqlanır bu tərifdən, içindən də gəlir ki, həmin o təriflənən adamın qeybətini eləyim, biraz içimdəkini soydum həsədi, həmin anda özünü vadar eləsin, qoşulsun tərifləyənlərə, bu da tərifləsin. Bu iş budur. Həyat bundan ibarətdir. Bu işlərdən ibarətdir. Hər saniyə belədir, hər saniyə.